Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə rəsmi ittiham elan olunub. Trendin məlumatına görə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan Əli Kərimli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 278.1-ci maddəsi, hakimiyyəti zorla ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham edilir. Qeyd edək ki, noyabrın 29-da DTX əməkdaşları tərəfindən AXCP sədrinin yaşadığı ünvanda axtarış aparılıb. Axtarışın aparılması hazırda DTX-da aparılan Ramiz Mehdiyevlə bağlı istintaq işi ilə əlaqələndirilir. Xatırladaq ki, Səbail rayon məhkəməsinin qərarı ilə xüsusilə ağır cinayət əməllərində ittiham olunan Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qəti imkan tədbiri seçilib. Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1-ci dövlət hakimiyyətini zorla ələ keçirmə, 274-cü dövlətə xəyanət, həmçinin 193-1.3.2-ci cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham olunur.